Bakıda veteran şah maçları arasında Azərbaycan çempionatı keçilib. Yarışda ölkənin ən qocaman şah maççısı iştirak edib. ATV İdman 91 yaşlı Şərail Avazovla tanışmaq imkanı əldə edib. Dünyanın ən yaşlı şah maççıları dedikdə ağla ilk olaraq iki əfsanəvi ad gəlir. 104 yaşlı İspan şahmatçısı Manuel Alvarez Escudero və tarixdə 100 il ömür sürən ilk grossmeyster Yuri Averbach. Şahmat fiziki gücdən çox ağla və təcrübəyə söykəndiyi üçün yaşı yüzü ötmüş veteranlar belə sevimli məşğuliyyətdən ayrılmır. İdmanın, daha doğrusu şahmatın yaş tanımadığının ən böyük sübutu elə veteran şahmatçı Şərail Avazovun mübarizəsidir. 9-cu sinifdən başlamışam. 9-cu sinifdə başlamışam öyrənməyə. Hesab elə ki 17 yaşım vardı. İndi də 91 yaşım var. 91-dən 17 çıxada nə qədər qalır? 74 ildir şahmatla məşğulam. Baxmaqla öyrənmişəm. Qocalar oynayırdı, gedib baxırdım. Baxmaqla öyrəndim. Fiziki olaraq yeriməkdə çətinlik çəksə də Şərail Avazov şahmat taxtası arxasında rəqiblərinə məşhur mat tələləri qurmaqdan çəkinmir. Gözü yumulu oynayırdım. Uşaqlarla uzanırdım. Onlar şahmatı qoyurdular. Onlarla oynayırdım, udurdum. Azərbaycan çempionatında oynamışam mən 19 yaşında, demək 53-cü ildə. O vaxtları Xəlil Bəyli idi, Bagirov'du, Lisin Kartini'di, sonra Mecnarodlu Master Aronin'di. Bunlarla oynamışım. 91 yaşlı veteran şahmatçı zəka oyununu sevdiyini gizlətmir. Daha çox internetdə şahmat oynayan Şərail Avazov hər il veteranların yarışına qatılır. Doğrusu mən şahmatı sevirəm. Açığı deyim sənə. Ona görə də nəysə ona öyrənmişəm də, adət eləmişəm. Şəhriyar Niçibu yaxşı oynayır. Grossmeisterdirlər də onlar istedadlı şahmat istərdi. Şahmatdan ayrılmaq barədə düşünməyən müsahibimiz gənc şahmatçılara daha çox işləməyi tövsiyə edir. Öz üzərlərində işləsinlər. Şahmat sevir ki, üzərində işləyəsən. Əgər üzərində işləmirsənsə, sən yaxşı şahmatçı ola bilməzsən. Batvinnik'i tanıyırdım. Sonra Bronşteyni tanıyırdım. Qeyd edək ki, yarışın bağlanış mərasimində Şərail Avazov ən qocaman iştirakçı kimi Azərbaycan Şahmat Federasiyası tərəfindən xüsusi mükafata layiq görülüb.